Klinikəni şu Instagramdan görüb, şəraitlərini eşidib, yaxşılığını bilib gəldik. Hər xil operasiyalar ətilgən, şulanı görüb, düşünüb, bilib gəldik. Yaxşı, hazır operasiya bolğan bala yaxşı ikən, bizə balanın şu nəfəs alış qıyınlıq səbəbli şu doktorumuza gəldik, şu Kuvan Şifa klinikəsinə eşidib görüb. Hazırda balamızın haləti yaxşı, operasiya etdilər. Xudağa şükür. Yaxşılar. Şu doktorumuza, Dilmurad doktora katta rəhmət, həmşirələrə, işçi xadimlərə, həmməsinə rəhmət. Balam hazır 5 yaşında şu nəfəs alışdan qiynaladı. Nəfəs alışda, uxulanda qiynalıb, ağzını açıb xurrək atardı. Qiyin nəfəs aladı. 3-cü dərəcəli adenoid. Burnunda adenoidi var, həm də ənginəsi kətdə, yirinləşi səbəb bolğan. Yirinləşibdi. Şuna operasiya qıldılar. Şikolat ekən, yaxşı bolam ekən, çıxıb biləm ekən deyən oyla bolğan. Lakin bizə kütkənimizdən 20 minutda çıxdı operasiyadan. Kolumuza, xanamıza yaxşı halatda əkkəb bərdilər balanı. Operasiyaya gəlişdən əldən qorxu bilən gəvədik. Doğrusu, indi şu yaş bolğana kütərib biləmi, operasiyadan çıxıb biləmi deyən qorxu bilən gəvədik. Lakin operasiyadan çıxandan keyin 20 minutda çıxdı operasiya vaxtında. Lakin yaxşı nəticələr bilən çıxdılar. Balamız Xudağa şükür yaxşı hazırki haləti aydın yeyib içib oturtdu. Həmmə nərsəsi bepul ekən, operasiya cərayənlərim bepul ekən, okuldarlara mina bepul, həmməsindən könlümüz doğ. Bizə operasiyaya gəlişimizdən əldən pul tərəfləmə qiynalıb. İşinlik sığorta, bepul sığorta bolğan üçün gəldik. Bepul operasiya təmiz. Dövlət tomonidan qaplanıb bərilət deyən üçün gəldik. Rastlanam, həqiqətdanam şundin ekən. Ata-nələr, sizlərəm şu ballarınızın şundin muamması olsa, şundin kəsəli olsa, qorxmayın, bemalal gələ veringlər. Həqiqət ekən, rast ekən.